Herkese selam. Bugün sizlerle beraber sual cevap videosu çəkəcəm. Bu videonu çoxdan çəkmək istirdim. Sadəcə olaraq artıq elə ki mən onu postuma yazdım. Amma çox təəssüf ki orada az adam sual yazmışdı. Mən də 20 sual olmasını istəyirəm ki, heç olmaya ən azından 20 sual olsun ki, normal bir video çəkə bileyim. 20 sual olmasına 9 sual qalmışdı və bir kanal var. Dərs hədəf. Bu kanal mənə yəni 20 sual olmağım üçün 9 dənə əlavə sual yazdı. Bunun üçün ona çox təşəkkür edirəm. Amma istəyərdim ki, təkcə o yox, başqaları da yəni sual yazsın. Əslində qalanda digər videolarıma belə çox suallar gəlir. Sadəcə mən hər video, yəni artıq görün nə qədər video paylaşmışam. Yəni hər o videoda gidib baxmaq biraz çətin olardı. Ona görə də bir post yazdım ki, yəni sualları verəsiniz, amma çox təəssüf ki, az adam yazmışdı. Yenə də olsun. Neysə, uzun sözün qısası, çox uzatmayayım və başlayaq suallara. Birinci sualım bu olmuşdu ki, əladsansa, təbii ki, əladıyam. Tarixdə necə 5 almağı bacarırsan? Tarixdən 5 almağı bacarmaq əslində qalanda çox da belə çətin bir şey deyil. Sadəcə olaraq, əgər tarixi sevmirsinizsə biraz iradə, biraz da yaddaş olmalıdır. Sevirsə də heç lap yaxşıdır, yəni. Lap yaxşı öyrənərsiniz. Nə edirsiniz? Məsələn üçün, təkcə tarix yox, digər fənlərə aiddir bu. Amma bizə az dil, riyaziyyat, ingilisdən çıxmaq şeydir. Çünki mən az dil, riyaziyyat, ingilisini başqa yollarda öyrənirəm. Az dili, riyaziyyat, ingilis dilini nə yolunu öyrəndiyimi deyəcəm. Digərlərinsə indi deyirəm. Yəni, ümumi tarix, az tarix, ümumiyyətlə digər fənlərdə. Mənim üçün təbii ki, ümumi tarix daha maraqlıdır, nəinki az tarixi. Çünki ümumi tarixdə, ümumi tarixdə yəni hər şeyin tarixindən danışılır. Amma az tarixin ancaq Azərbaycan tarixini danışılır. Ona görə də o qədər maraqlı gəlmir mənə. Təbii ki, bu fərqli də ola bilər. Sizdə məsələn az tarixdə daha maraqlı gələ bilər ya da ümumi tarix. İndi baxır da kim necə düşünürsə, yəni hərənin fikri ayrıdır da. Necə oxuyursunuz? Hər mövzuya sadəcə 1 saat ayırırsınız. Hər mövzuya sadəcə 1 saat ayıranda 5 almaq mümkündür. Məsələn üçün 1 saat ayırıb nə edirsiniz? Həmin mövzunu əgər, məsələn üçün, xəstələnmişsiniz və məktəbə getməmişsinizsə, həmin o mövzunun üstündən keçəndən sonra, əgər yəni müəllimimiz təkrar o mövzunu soruşmursa, demişsiniz ki, onsuz da o mövzu keçib də ehtiyac duymamışsınız öyrənməyə. O zaman o mövzunu ancaq elə ki, KSG üçün bilirsiniz ki, məsələn, o mövzu KSG-yə düşəcək, öyrənmək istəyirsə KSG üçün, absız oxuyub öyrənəcəksiniz. Məsələn, mən elə edirəm də. Daha sonra isə yəni o mövzunu ya əgər məsələn üçün yazmağa həvəsiniz varsa, onu yazırsınız. Baxırsınız ki, məsələn nə demisiniz, nə deməmisiniz və ya nəsə hansı ili səhv demisiniz məsələn üçün. Hansı ili səhv demisiniz, elə baxırsınız və artıq məsələn üçün o mövzulara təkrar toxunursunuz və artıq yaddaşınızda saxlamalısınız da. Çünki KSG-də də səhv yaza bilərsiniz daha sonra. Daha sonrası, yəni ki, necə deyim, ümumi tarixdən ya da az tarixdən ya da digər fənlərdən az riyaziyyat ingilisini çıxmaq şərti ilə elə eləyə bilərsiniz. Ya da ki, məsələn üçün o mövzunu öyrənmişsiniz, sadəcə təkrarlamağa ehtiyacınız varsa, yenə eyni qaydada məsələn üçün yazırsınız. Bir də bir şey deyim, əgər yazmağa həvəsiniz yoxdursa, səsinizi qeyd eləyə bilərsiniz. Məsələn üçün səs kaydı, mikrofon səs kaydında səsinizi qeyd edə bilərsiniz və daha sonra baxa bilərsiniz ki, nəyə səhv demisiniz, nəyə düz demisiniz və nəyə isə deməmişsinizsə, o mövzulara baxırsınız. Belə. Daha sonra isə az riyaziyyat ingilisini deyim. Az riyaziyyat ingilisini isə necə təkrarlayıram KSG-lər üçün. Azərbaycan dilində hər məsəl üçün mövzuya yox, hər qaydaya 1 saat ayıram. Çünki bizdə mətnlərdən düşürdü. İbtidai sinifdə məsəl üçün hər bölmənin mətnlərindən düşürdü. Ədəbiyyat kimi də indiki ədəbiyyatdan elə. Amma indi elə deyil. Sırf əlavə mətn salınır, mətndən suallar salınır
və bir də qaydalardan salınır. Mən isə hər qaydaya 1 saat ayırıram. Mətn üstündə işləmək zaten asandır. Mətnə baxıb işləyirsiniz. Məsəl üçün elmi mətndirsə, təkrar-təkrar həmin o mətnə qayıdıb baxmalısınız. Əgər yox elmi mətn deyilsə, bədii mətndirsə, yəni yadınızda tam dəqiq qalıbsa, yenə də baxıram. Məsəl üçün mətndən yadınızda qalmışsa, qayıdıb mətnə baxıb yaza bilərsiniz. O asandır məncə. O qədər çətin deyil. Sadəcə mənə elmi mətnlər çətin gəlir. Daha çox bədii mətnləri daha yaxşı yazıram, nəinki elmi mətnləri. Qaydadan danışırdım. Hər qaydaya 1 saat ayırmaqla kesinlikle 5 ala bilərsiniz. Məsələn üçün necə hər qaydaya 1 saat ayırmaqla? Yəni təkcə qaydanı oxumayın da. Özü bir şey deyim. Qaydanı məktəb kitabından oxusaz da ondan qənaət etməyin. Çünki məktəb kitabından oxusaz o qədər yaxşı başa düşməyəcəksiniz də qayda. Ona görə də çalışın ki, onu qayda kitabınız varsa qayda kitabından oxuyun. Daha yaxşı yadınızda qalsın da. Ondan sonra isə yəni, qaydanı oxumaqla kifayətlənməyib test üstündə işləyin. Məsələn üçün mən hansı test kitabından işləyirəm? 9 illik test kitabı var, yaşıl rəngdə. İndi tapsam internetdən göstərəcəm o şəklini. 9 illik Azərbaycan dili kitabı var. Həmin o buraxılış kimi də mən onu oradan işləyirəm. Təkcə ağız dilini yox, riyaziyyatı da o cür işləyirəm. Riyaziyyatı düsturlarla işləyin. Sadəcə düsturları yadınızda saxlayın. Yenə də qaydanı oxumaq yaxşıdır, amma əsas test üstündən tətbiq etməyə bacarmalısınız. Elə adam var ki, məsələn üçün qaydanı o qədər yaxşı bilir, amma test üstündə işləyə bilmir. Ona görə test üstündə tətbiq eləmək daha yaxşıdır. İngilis dilində həmçinin, yəni qaydaları 1 saat ayırmaqla, test üstündə işləməklə 5 almaq mümkündür. İndi mən bir şey Azərbaycan dilindən test kitabını axtarıram. Tapılır. Şəklini axtarıram da belə deyim. Çünki mən onu PDF-lə işləyirəm hər dəfə. Ya da müəllim məsələn bizə şey eləyir də, necə deyim, atır bizə. Biz oradan işləyirik də. Və budur. Bundan işləyirəm mən. Hələ ki almamışam. Çünki bizə məcbur etməmişdi müəllimə. Demişdi ki, yəni lazım deyil də hələlik sizə. Zaten 9-da alacaqsınız da. Ona görə də bizi məcbur etməmişdi. Mən ona görə almamışdım. Çünki zaten qrupa atırdı. Və qrupdan yəni işləyirdim, baxırdım. Nəysə, çox uzatmayayım. Böyle. Daha sonra isə ikinci sualıma keçirəm. İkinci sualda deyir ki, yaş kaç? Əsas qana şəxs sualları verməsəydiniz daha yaxşı olardı. Amma yenə də cavablayayım. Yaşım 13. Belə bir sualdır. Yaşım 13. Bir deyib ki, adam görsənməsin, xahiş. Tamam. Səncə, bəlkə də indi oxuyuram, ismi oxuyuram. Səncə Moana, Kuzucuk, yoxsa Quş var idi, Editsart, o hansı? Mən üçünə də baxmışam. Üçünü də əslində sevirəm. Amma Kuzucuku daha çox sevirəm. Çünki onun anılarım var. Səhər tezdən sırf onun üçün durub baxırdım da ona. Xoşlayırdım. Yəni Kuzucuk. Bu suallarım Kuzucukdur. Daha sonra isə bir yazıb ki, riyaziyyatı bil... Oy, ayda telefon düşdü. Bir yazıb ki, riyaziyyatı bilirsəm. Mən də anlamamışdım bu sualı. Anlamamışdım bu sualı. Ona görə yazmışdım ki, necə yəni? Təzədən yazmış ki, yəni necə alırsam. Yəni bu verdiyi sual buymuş da. 5 alıram riyaziyyatdan. Bilirəm riyaziyyatı. Əvvəlsə bilmirdim, amma daha sonra öyrənməyə başladım. Yəni gördüm ki, asandır. Yəni yolunu tapanda öyrənmək olar. Biri yazıb ki, RFM-yə falan getmisən, daha doğrusu yazıb. Bəli, getmişəm. Hətta yarım finala qədər çıxmışam. Amma yarım finaldan sonra çıxa bilməmişəm. Finala yəni çıxmamışam. Daha sonra sualım. Bu kanal mənə ən çox şərh yazanlardan biridir. Çox təşəkkür edirəm bunun üçün sizə. 26 şərh yazım. Bəlkə də daha çox yazım. Və burada bəzən səhv göstərir. Bu kanal mənə yazıb ki, səncə riyaziyyatı necə öyrənmək olar? Əsas dedim bu sualın cavabını, amma yenə də deyim. Riyaziyyatı daha çox test üstündə işləməklə
öyrənmək olar test tətbiq etməklə və düsturları əzbər bilməklə. Məsələn, düsturu bilməsən, heç vaxt onu tətbiq edə bilməzsən. Bəzi məsələlərdə, məsələn, faiz məsələsi var ki, nə bilim, onun SN düsturu var, daha sonra çoxluqlarda var düstur. Nə müxtəsərdə var, o da müxtəsər, yəni düsturu bilmədən heç nədə işləyə bilmirsən. Bu niyə fırlandı? Sonra biri deyib ki, üzünü göstərmək, bu nəsə fırlandı, bunu da düzəldəcəm. Üzünü göstərmək, yaxud da günlük vloglar çəkmək fikrim varmı? Üzümü göstərmək fikrim yoxdur. Üzümü göstərmək fikrim yoxdur, çünki yəni istəmirəm də. Amma günlük vloglar çəkməyə inşallah ki, indi həqiqətən vaxtım yoxdur da, dərs eləməkdən vaxtım yoxdur. Baxın, dərsləri belə, yəni necə paylaşıram? Məsələn üçün dərsi eləyirəm, dərsdən sonra bəzən paylaşmıram, aktiv olmuram, görürsünüz YouTube-da. Amma bəzən də paylaşıram. Məsələn üçün dərsi eləyən kimi paylaşıram da o dərsi. Bəzən isə paylaşmıram, çünki bəzən hətta yadımdan belə çıxır da, yəni o qədər dərslə başım qarışır ki, yadımdan çıxır YouTube. Ona görə də, yəni günlük vloglara heç vaxtım olmur. Amma yayda çalışacağım ki, yəni çəkim də günlük vloglar. Hə, bir də bir şey deyim. Tətildə də deyərsiniz ki, məsələn, tətildə niyə günlük vlog çəkmirsən? Vallahi heç tətilə çıxmamızla məktəbə getməyimizdə heç bir fərqi yoxdur ya bu arada. Tətildə insana bizə, yəni şagirdlər o qədər dərs verirlər ki, tətildə məsələn Riyaziyyat müəllimimiz bizə 50 səhifə verib də, əslində sağ olsun, məsələn tətbiqçi verib ki, yəni işləyək falan. Amma yenə də bizim də dinləməyə haqqımız olmalı deyil. Nəysə. 50 səhifə məsələn verib də bizə. Ayda, məsələn o mənim üçün çoxdur. Necə deyim? Elə məktəbə getmək kimi bir şeydir də. Hər gün 10 səhifə işlədin. Heç ona, yəni onu işləyirəm ya da təkcə o deyil də, yəni başqa müəllimlər də verir. Ona görə də ümumiyyətlə, yəni heç nəyə vaxtım olmur. Günlük vloglar belə çəkməyə. Yay tətilində inşallah çalışacağam ki, çəkim. Ən sevmədiyin dərs bir deyib. Ən sevmədiyin dərs. Mən belə sevmədiyim dərs yoxdur, amma texnologiyanı falan çox sevmirəm. Məsələn, oxumağı xoşlamıram da. Çünki hər falan lazımdır da bizə. Çünki məcburiyyətdən də olsa oxuyuram. Azərbaycan dilindən sonra ən sevdiyim fən nədir? Yenə belə bir şərh yazıblar. Bu şərhdə bu şərhə cavabım budur ki, Azərbaycandan sonra ən sevdiyim fən coğrafiyadır. Neçə yaşım var? 13. Bunu nəsə biraz cavablandırdım, onu yenə cavablandırırım. Daha sonra hardansan və hansı məktəbdən oxuyursan? Ağdamlıyam, 118 nömrəli Tamarda məktəbdə oxuyuram, Həfsan qəsəbəsində yerləşirəm. Şəxsi suallar verməsəniz daha yaxşı olardı, amma yəni. Biri yazır ki, ad görsənməsin, please. Tamam. Əsəl anladım, bunu niyə əlimdəydi, bir bəyənmişdim. Biri yazıb ki, düzdür, indi belə görmüş oxuyuram. Dərs haqqında sualdır, yəni dərs haqqında sual verib, fe'li bağlamadan danış. Fe'li bağlamadan danışsam bu video o qədər uzadar ki, yəni təsəvvür belə eləyə bilməzsiniz də. O qədər xırdalıqlar var çünki onun. Ona görə də bunun üçün sırf əlavə video çəkəcəm, sırf bu şərt üçün. Daha sonra bəzən dərs olmaqdan sıxılırsan. Yəni əlbəttə ki sıxılıram, sıxılmamaq mümkün deyil də, yəni dərs oxumaqdan. Çünki oxuyursan, bəzən o qədər mənə belə şey gəlir ki, ağlamaq gəlir də qəlbimə, o qədər pis oluram yorğunluqdan da, yəni. Amma sonra təzədən oxuyuram da, əlbəttə ki, yəni sıxılıram dərs oxumaqdan. Hüquqşünas olmasaydınız nə olardınız? Açıqcası bu sualı fikirləşməmişəm. Amma olmasaydım əgər, ya həkim olardım uşaq həkimi, ya da müəllim olardım deyə düşünürəm. Ad olmasın, tamam. Tək uşaqsan. Xeyr, tək uşaq deyiləm, bacım var. Neçə saat dərs oxuyursan? Yəni bu suala cavabım yoxdur, həqiqətən yoxdur. Çünki neçə saat dərs oxuyursan, bu məndə çox dəyişir də. Məsələn üçün, dərsim çox olanda,
hədsiz dərəcədə çox müddət ərzində dərs edirəm. Dərsim az olanda az müddət ərzində edirəm. Məsələn 7 saat, ya 5 saat, ya 10 saat. Baxır da indi dərsdən asılı olur. Ona görə bu suala cavabım yoxdur, dəyişir. Daha sonra 7-ci sinifdə aldığın ən aşağı qiymət KSG, BSG. Ən aşağı qiymət 67 olub. 67 olub. 67-ni də o qədər ağlamışdım ki, alanda. Amma ondan sonra da, yəni 90 neçə ilə 5 almışdım. 97 yoxsa 96. Və onun üstü bağlanmışdım. Nəysə. Voleybolu sevməsəydim, nə ilə məşğul olmağı seçərdim? Basketbolla məşğul olmağı seçərdim. Sevərdim. Yəni onu da sevirəm. Hal-hazırda sevirəm, amma olmasaydı onu da sevərdim. Türk dizilərindən favorim nədir? Mən çox belə Türk dizilərindən, ümumiyyətlə kinoya, seriala baxan insan deyiləm. Çünki həqiqətən vaxtım olmur dərslərdə. Amma belə bəzən də baxıram. Bir-iki də kinoya, seriala baxıram. Yeraltıya, nə bilim, Təhcət bu dənizə, daha sonra Kod adı Kırlangıça falan baxıram. Yəni nə bilim, Kod adı Kırlangıç əslində çox adama uşaq serialı kimi gələ bilər. Amma mən yəni o serialı sevirəm. Ona görə buna Kod adı Kırlangıç kimi cavab verirəm. Ələt Təhcət bu dənizə sevirəm. Nəysə, amma cavabım Kod adı Kırlangıç. Daha sonra səyahətdən çıxsaydın hara getmək istəyərdim? Əsaslısı bu sual cavabla, yəni necə deyim, fikirləşməmişəm. Amma Parisə getmək istəyirəm. Məsələn, Parisdə Eyfel qülləsi var, onu çox görmək istəyirəm. Ya da ki, məsələn, Türkiyəyə falan da getmək istəyərdim. Orada çoxlu gəzməli falan yerlər var da. Dubai falan da maraqlı gəlir mənə. Nəysə, sonra necə dərs oxuyursan, planlı yoxsa nə gəldi? Əlbəttə ki, nə gəldi. Çünki mənim planlı dərs oxumağım çox redki halda olar. Yəni çox az müddətdə olar da ki, mən planlı dərs oxuyaram. Mən çox planlı dərs oxumuram. Çünki bir dərsdən sıxılıram. Məsələn, Azərbaycan yazıram, yazmaqdan yoruluram artıq. Keçən coğrafiyanı oxuyuram, öyrənirəm. Ondan sonra təzədən qayıdıram, Azərbaycan dilini yazıram. Ya da məsəl üçün bəzən cədvələ uyğun, məsəl üçün mənim ikinci gün üçün cədvəlim birinci sistemdir. Amma mən sistemi eləmirəm. Ən axırdan başlayıram bəzən. Məsələn, ən axırda biologiyadır və həmin vaxt mən niyə belə söz edirəm? Yəni başqa sözlər də dilimizdən kənar sözlər. Həmin vaxt necə deyim? Ayda deyəcəm mən. Həmin vaxt məsələn biologiyadan daha çox dərs verir və o dərs mənə çox çətin gəlir. Həmişə mən dərsimə başlayanda ən çətindən başlamağı seçirəm. Çünki ən çətin başlayan o mənim gözümə dayanır və onu mən eləyib qurtarandan sonra o qədər belə ürəyim rahatlayır ki, yəni artıq o dərsi ən azından qurtarmışam da sevinirəm. Ondan sonra asan dərslərdən başlayıram eləməyə. Ona görə də bu sual cavabım nə gəldi? İşte bu qədər idi. Yəni artıq sualların hamısına cavab verdim. Bundan sonra mən bir şey demək istəyirəm bu videodan əlavə kənar. Mənim videolarıma niyə uzun videolarıma bu qədər az bəyəni gəlir? Əslində qalan məsələn üçün adi bir nəsə dərsdən kənar bir video paylaşır, ona o qədər bəyəni gəlir. Heç amma məsələn üçün coğrafiyadan zaten qeyd paylaşıram, heç ona o qədər bəyəni gəlmir. Bu sualda bu çox maraqlıdır mənə və uzun videolarıma niyə bu qədər bəyəni gəlmir? O sual da maraqlıdır mənə. Əgər bu sualın cavabını kimsə bilsə yorumlara yazsın və əgər məsələn üçün mən bir video çəkirəm və o video maraqsızdır deyə, maraqsız da tutam ki, onu necə maraqlı eləyə bilərəmsə, onu da yorumlarda yazarsınız ki, bəlkə elə eləsəm daha çox bəyəni gələr. Bütün məsləhətlərinizə açığam, yəni yaza bilərsiniz yorumlara. Və əgər bu videoda, məsələn üçün bu video qarşınıza çıxıb və əgər bu son, məsələn üçün görməmisiniz və sualınızı yaza bilməmisinizsə, problem yoxdur. Bu videonun altına, yəni yorumlara yazarsınız ki, məsələn üçün sualınız gecikmişəm falan, sualınızı yaza bilərsiniz. Heç bir problem yoxdur. Cavablandıracağım, bəlkə də həmin vaxt cavablandıracağım, bəlkə də yəni gələn dəfə yenə belə bir video çəkəcəm və onu da bəlkə cavablandıracağım. İndi bilmirəm, baxacağım vəziyyətə. Bu qədər idi, yəni sual-cavab videomuz. Sağ olun.